Deyirlər tələbə həyatı dərs, imtahan və auditoriya ilə məhdudlaşır. Amma əslində universitetdə başqa bir dünya da var. Burada tədbirlər, debatlar, yarışlar keçirilir. Başqa sözlə desək, tələbə həyatı həm dərs, həm də səhnədən ibarətdir. Bugünkü sualımız budur. Universitet tələbəyə yalnız dərs öyrədir, yoxsa o ana həm də ikinci şans, ikinci həyat, yəni sosial bir həyat da bəxş eləyir? Bumerang başladı. Suallar atılır, bəzən debat salonundan, bəzən isə teatr səhnəsindən. Bugün studiyamızda tələbələrin gündəlik həyatını, maraqlarını və hüquqlarını idarə edən bir komitənin rəhbəri var. Başqa sözlə desək, tələbə həyatı sadəcə gündəlik dərs cədvəli deyil, həm də bu komitənin cədvəlidir. Xoş gəlmisiniz Namiq müəllim. Xoş gördük. Biz də çalışırıq tələbənin dərsdən sonraki asudə vaxtının səmərəli təşkili üçün, onun sosial həyatı üçün öz belə deyək dəstəyimizi və xidmətimizi göstərək. Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin hüquqlarını qoruyur deyirlər. Bəs bu daha çox hansı halda özünü göstərir? Yataqxananın açarını itirəndə, yoxsa imtahan suallarına narazılığı olanda? Təbii ki, tələbə təşkilatı olaraq tələbələrin hüquqlarını qoruyan bu universitetdə fəaliyyət göstərən yeganə təşkilatıq. Tələbələrin nə yataqxana açarını itirdikdə, nə də imtahan suallarına bağlı hüquqları heç bir halda pozulmur. Tələbələrin hüquqları ümumən biz tərəfindən müdafiə olunur və biz və digər təşkilat İmtahan Sessiya Komissiyasının Apellyasiya Məhkəməsinin üzvləriyik ki, tələbələrin apellyasiya zamanı, imtahanından sonraki apellyasiya zamanı heç bir hüquqları pozulmasın. Tələbələr avtomatik olaraq Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvü olurlar. Bəs bu üzvlük kartı ilə hansı bonuslar qazanılır? Sadəcə tədbirlərdə iştirak, yoxsa sosial müdafiə də bura daxildir? Tələbələr universitetə daxil olduqdan sonra bizim ərizələri doldurmaqla Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvü olurlar. Üzvü olduqdan sonra siz qeyd etdiyiniz kimi tələbə təşkilatının, yəni bizim həmkarlar təşkilatının vəsiqələri ilə onlar hər biri təmin olunur və bu vəsiqələrin üstünlüyü ondan ibarətdir ki, bizim təşkilatın təşkil etdiyi bütün tədbirlərdə, istər idman, istər bədii, istərsə də bayram şəriklərində bizim bu tələbələrimiz, bizim üzvümüz kimi mütləq burada iştirak edirlər. Eyni zamanda da bu vəsiqələrin sahibləri bizim təşkilatımızın sosial dəstəyindən də hər zaman istifadə edir və birmənalı olaraq bizim təşkilatın üzvü olan hər bir tələbənin hüququ artıq biz tərəfdən tam şəkildə qorunur və təmin olunur. Bir qism tələbələr var ki, bizim təşkilatın üzvü olduqdan sonra təşkilatda göstərdiyi fəallıqla bizim təşkilatın belə deyək, fəal üzvlərinə çevrilirlər, fakültə üzrə üzvlərinə, fakültə nümayəndələrinə keçirlər, bu mərhələlidir və daha sonra fakültənin fəal gəncləri özlərini fakültə sədri seçirlər və bu da bizim rəyasət heyətinin birbaşa üzvünə çevrilir. Klubların sayı çoxdur. İdman, teatr, kino, hətta kitab klubu. Bəs ən çox tələbə tıxacı hardadır? İdman meydançasında, yoxsa debat zalında? Çox gözəl sualdır. Bizim bölmələrin hər birində mütəmadi olaraq tıxacla biz üzə gəlirik. Necə ki, bizim gözəl Bakımızda üzə gəldiyimiz kimi. Amma təbii ki, universitetdə oğlan tələbələrin çoxluğunu nəzərə alaraq təbii ki, idman bölmələrimizdə daha çox sıxlıqlar olur. Qeyd edim ki, bizim futsal üzrə keçirdiyimiz yarışda 90-dan çox komanda iştirak edir və bunun da hər komanda 10-12 nəfər gəncin iştirakını nəzərə alsaq, bu artıq 1000 nəfərdən çox tələbəni əhatə edir. Təbii ki, idman klublarımızda daha çoxdur, amma qeyd edim ki, digər klublarımızda da heç də belə deyək, sizin sözünüzlə desək, tıxacsız deyil. Rəqs ansamblımızda da, eyni zamanda teatr və kitab klublarımızda da gənclərin kifayət qədər sayı var və kifayət qədər də orada da gənclərimiz məhz o sahəli də meylənirlər. İdman klubu 12 növ idmanı əhatə edir. Bəs sizcə universitetdə tələbələr daha çox idmanla məşğul olurlar, yoxsa dərslərə qaçmaqla? Bizim idman komandalarımız, texniki ali məktəb olmamıza baxmayaraq, idman komandalarımıza çox böyük uğurlar əldə edirlər və bizim ali məktəbi təmsil edən komandalarımız və fərdi idmançılarımız mütəmadi olaraq ali məktəb tərbiyəsində keçirilən yarışların hər zaman qaliblər sırasında olurlar. Şahmat klubu var deyirsiniz. Bəs burada tələbələr şahmat oynamağı öyrənir, yoxsa imtahan strategiyasını qurmağı? İmtahan strategiyası dedikdə, yəni mən hesab edirəm ki, imtahana ən böyük strategiya keçirilmiş fənləri düzgün mənimsənilməsi və müəllimlərin səndən gözlədiyi, tələb elədiyi cavabları verməsidir. Mənim üçün imtahanda ən böyük strategiya budur. Amma şahmat oyununda özüm çox da şahmatla məşğul olmasam, bildiyimə görə müdafiə və hücum oyunu əsas tutulur. Düşünürəm ki, hər zaman da ən yaxşı müdafiə hücumda olmaqdır. Düşünürəm bizim də şahmatçı tələbələrimiz də son nəticələri göstərir ki, biz elə bu idman növündə də hər zaman öndə oluruq və hücum taktikamız özünü doğruldur. Teatr klubunda tələbələr səhnəyə çıxır.
Bəs ən böyük tamaşa səhnədə olur, yoxsa dərsə gecikən tələbənin timsalında, auditoriyada? Dərsə gecikən tələbələr təbii ki, öz müəllimlərinə müəyyən bir, belə deyək, rollara girməyə bacarırlar. Bu da qəbul olunandır, amma bizim müəllimlərimiz də artıq təcrübəli və qocaman müəllimlərimiz də artıq onlar bu illər ərzində çox peşəkar olublar və düşünürəm ki, artıq bu rolların sonu çatıb, bu tamaşaların sonu çatıb. Amma mən qeyd etmək istədim ki, tələbələrimiz üçün ən gözəl, həyatlarının ən önəmli rol onların bu ali məktəbin diplomunu alması və onu sırf təqdim olma mərasimində iştirak eləməsidir ki, mən hesab edirəm ki, məhz onların həyatında, gələcək həyatında ən böyük dönüş anı olacaq bir rol, məhz bu rol olacaq, tələbəlik rolu qeyd etmək istərdim. Qaldı ki, bizim teatr klubumuzda da istedadlı gənclərimiz var ki, onlar da dərsdən sonra master vaxtlarını məhz bu klubda keçirdirlər və özləri tamaşalar qoyur, bizim görkəmli yazıçılarımızın tamaşalarını qoyur və onları bizim rəhbərlik və tərbiyə yönündə mütəmadi göstərirlər və düşünürəm ki, bu da onlarda bir tədrisdən sonra, təhsillərindən sonra bir hobbi kimi onların daha da inkişaf etməsinə yol açır. Debat klubu kim haqlıdır sualını cavablayır. Bəs tələbə həyatı özü də müəllimlərlə tələbələrin daimi fikir mübadiləsinin mərkəzdə olduğu bir debat deyilmi? Tələbə və müəllim münasibəti doğrudan da universitetdə önəmli münasibətdir və mən qeyd etmək istərdim ki, bizim müəllimlərimiz də tələbələrə çox həssas yanaşır. Bir evlad və valideyn kimi yanaşmalar bizim universitetdə çox, belə deyək, geniş vüsət alıb və mən düşünürəm ki, bu debatların qalibin gəlini axtarmayaq, bu debatların ortaq nöqtəsi var ki, təhsil verən və təhsil alan var və mən də düşünürəm ki, nəticə olaraq yekunda hər kəs bu universiteti tam ali təhsilli və tam yetkin bir mühəndis kimi bitirməyə düşünür və onların müəllimləri məhz onlara o təhsili verməyə çalışırlar. Kitab klubları da var. Bəs burada tələbələr daha çox hansı kitabları müzakirə edir? Dərs vəsaitlərini, yoxsa romanları? Tələbələrimiz dərs vəsaitlərini kifayət qədər öz müəllimləri ilə müzakirə edirlər və bu müzakirələrin nəticəsində biz imtahan sessiyasında dövründə şahidi oluruq. Yəqin ki, yaxşı müzakirə edənlər yaxşı qiymətlər alır, müzakirədə iştirak etməyənlər də öz qiymətlərini artıq özləri bilirlər. Düşünürəm ki, kitab klubumuzda sırf olaraq bizdə romanlarla yanaşı da, hətta bizim tələbələrin özlərinin yazdığı kitablar da müzakirə olunur və onlar ətrafında diskussiyalar aparılır. Eyni zamanda müəyyən tələbələrimiz də təbii ki, bu tələbəçilik dövründə sevgi hekayələri daha çox olur və bu sevgi romanları və sevgi şeirlərinin də təqdimatları məhz bizim o kitab klubunda olur. Amma buradan qeyd eləmək istərdim ki, kitab klubumuzun ən önəmli, belə deyək, istiqamətlərindən biri də bizdə tələbələr arasında keçirilən sorğuların nəticəsi olaraq müəyyən Azərbaycanda görkəmli şair və yazıçıların tələbələrlə görüşünün təşkil edir ki, bu dövrlər ərzində də biz bir çox yazıçılarla görüşlər təşkil etmişik və yaxın gələcəkdə də bir neçə görüş var ki, artıq tələbələr bu barədə bizə müraciət ediblər. Düşünürük ki, o görüşləri də məhz bizim tələbələr üçün təşkil edək. Danışıq klubunda ingilis dilinin inkişafına fokuslanırlar. Bəs bu klubu bitirəndən sonra tələbələr ən çox hansı ifadəni öyrənir? Deadline, yoxsa welcome? Mən buna belə bir cavab verərdim ki, bu təlimlərdən çıxan tələbələr, mən elə hesab edirəm ki, təlimi keçən öz həmyaşıdı və özlərindən böyük olan tələbə dostlarına, eyni zamanda təlimçilərə, məncə bu təlimdən çıxanda sən ki sözü ilə çıxırlar. Qeyd etmək istəyirəm ki, biz ingilis dilində təhsil olduğuna görə tələbələrimizin ingilis dilini mükəmməlləşdirməsi üçün bu klublar yaradılıb. Bu klublarda mütəmadi olaraq bizim tələbələrimiz, ingilis dilində, ingilis yönümlü tələbələrimiz, yəni ingilis dilində təhsil almış tələbələrimiz digər tələbələrlə sırf ingilis dilində diskussiya, belə deyək ki, mövzular atır, diskussiya olunur ki və bu onların ingilis dilinin daha da artırmasına gətirib çıxarır. Və qeyd edeyim ki, bu bölmələrdə eyni zamanda bizim universiteti bitirmiş, artıq böyük şirkətlərin əməkdaşı olan bizim tələbələrimiz də burada bizim tələbələr üçün təlimlər keçirirlər ingilis dilində və uğura gedən yol əsas mövzudur ki, yəni burada hansı sahəni daha gözəl bilməlisən ki, gələcəkdə məhz bax bu zirvələrə ucalasan. Tələbə bir ideya tapanda onu necə reallaşdıra bilir? Sadəcə dostları ilə danışmaqla kifayətləşir, yoxsa TİK də ona yol açır? Təbii ki, TİK də ona yol açır və bu bizim fəaliyyət istiqamətlərimizdən biridir. Mən bayaq da qeyd elədiyim kimi bizim tələbələr
doğrudan da bugünkü gün üçün Azərbaycan təhsilində, yəni ali məktəb tələbələri arasında öz intellekti ilə, öz bacarığı ilə fərqlənən tələbələrimizdir. Bəli, tələbələrimiz bizə öz zəlayi ilə mütəmadi olaraq müraciət edirlər və qeyd etmək istərdim ki, tələbələrimizin müraciəti əsasında mən bayaq qeyd edirəm ki, müəyyən klublarımız, yeni klublar fəaliyyətə başlayır və eyni zamanda onların layihələri həyata keçirilir. Mən qeyd edim ki, bizim robototexnika üzrə, robototexnika ixtisasında təhsil alan tələbələrimizin bir neçə müraciəti əsasında bizim təşkilatımızın dəstəyi ilə onların müəyyən bir sərgilərdə çıxışı təmin olunub ki, və o sərgilərdə çox uğurla onlar bizim universitetimizi təmsil ediblər. Ona görə mən düşünürəm ki, bəli, biz tələbələrimizin bütün ideyalarına açığıq. Yetər ki, onlarda bu istək olsun, bu həvəs olsun, onlar müraciət etsinlər. Biz də təbii ki, onlara dəstək olmağa hazırıq var gücümüzlə. Bütün bu klubları birləşdirsək, tələbənin həyatını tam simfoniya eləmək olarmı? Yəni dərs, idman, teatr, debat, tam bir simfoniya, orkestr kimi işləyə bilərmi? Bizim çalışdığımız təbii ki, tələbənin sırf təhsil aldığı müddətcə tələbə həyatında həyatı doğrudan da rəngarəng olsun. Yəni bizim klublarımız, bizim Tələbə İmkanlar Təşkilatı olaraq biz tələbənin tədrisdən sonraki vaxtının, asudə vaxtının səmərəli təşkil üçün əlimizdən gələni əsirgəmirik və düşünürəm ki, tələbə bu müddətdə məşğul olduğu bölmələri birləşdirəndə sözün əsl mənasında doğrudan da orkestr yaratmaq olar. Yəni bunun əsasında qeyd edim ki, bizdə orkestra meyilli öz fəaliyyət kollektivlərimiz də var. Orada müəyyən musiqi alətlərində ifa etmək bacarığı olan gənclərimiz də iştirak etdiyini nəzərə alsaq, müəyyən tələbələr üçün doğrudan da təhsil aldığı müddət sözün əsl mənasında orkestra çevrilə bilir. Təşəkkür edirik Namiq müəllim. Bugün öyrəndik ki, TİQ sadəcə təşkilat deyil, o həm də tələbənin ikinci nəfəsidir. Siz də sağ olun, dəvətinizə görə mənim üçün çox xoş oldu sizinlə bu vaxtı keçirmək və düşünürəm ki, sizin suallarınıza kifayət qədər doğru, düzgün, dürüst cavab verməyə çalışdım və düşünürəm sizin yanaşmanızla da desək, doğrudan da TİQ bugünkü gün üçün bir təşkilat deyil, doğrudan da bizim çalışdığımız tələbənin hər zaman həyatında olmaq, tələbənin həyatına müsbət yönlü təsir göstərmək və bir daha qeyd edim ki, tələbənin asudə vaxtını sırf özünün istədiyi sahələrlə, amma bizim universitetin təşkilatçılığı ilə səmərəli keçirməyini təşkil etməkdir. Düşünürəm ki, biz buna nail ola bilirik. İnanıram ki, uğurlarımız var və uğurlarımız daha da artacaq və daha da böyük uğurlara biz tələbələrimizlə bir yerdə gedəcəyik. Bugün öyrəndik ki, tələbə həyatı auditoriyanın 4 divarı ilə məhdudlaşmır. TİQ tələbələr üçün həm müdafiədir, həm fürsət, həm də yeni bacarıqlar laboratoriyasıdır. Burada ideyalar sadəcə düşüncədə qalmır, həm də layihəyə çevrilir. Bugün də bumerang kimi sualı atdıq, cavabı qayıtdı. Bəzən idman meydançasından, bəzən teatr səhnəsindən, bəzən isə tələbənin öz səsindən. Deməli, biz öyrəndik ki, tələbə həyatı sadəcə oxumaq deyil, həm də tələbənin özünü kəşf etməsidir. Görüşənədək. Bu da ben yaxşı eləməmişəm baxımda. Xoş, prosta yadımdan çıxacaq nədən danışmalıyam. Mən intuisiyanla hiss edəcəm, rahat olun. Nice to meet you. Burada kitab, burada yarışlar. Biz səhərə kimi buradayıq. Hə, mən də çox şadam, elə yığılışmış. Bilirsiniz niyə 7-ci sualda mən təkərləmə dedim burada. Hə, elə xoş gördük, xoş gördük. Deyirlər, tələbə həyatı həm... Bir dəqiqə. Bu təlimlərdən çıxan tələbələr. Hə, elə çox sağ olun. Bilinə çəkirsən.